Əla. Daimi müştərimizin sifarişidir. Öz ev üçün sifariş eləyib. Deməli, las qara tikə sümüksüz danatıdır. 5 kilo. 3 dənə kənd çolpası sifariş eləyib. İçalatları da yanında. Deməli, burada varımızdır Gəncə göyərtisi, bir bağlama. Hər bir göyərtidən də qoyulur. Kişnişidir, çüydüdür, turpudur, tərəsidir, soğanıdır, reyhanıdır. Hər bir göyərtidən dənə-dənə bir-bir qoyulur. Deməli, burada var Gəncə qaymağımız, səhər-səhər tezdən yığılıb. Kənd yumurtasıdır, hamısı səliqəli salfetkalara bükələnib qablara yerləşdirilib, qırılmasın deyə. Camış qatığımızdır, səhər-səhər tezdən bu da gəlib. Deməli, xalis nəhrə yağıdır, ərik mürəbbəsi, şaftalı mürəbbəsi, müştərimizin öz istəyinə görə yığılıb bunlar. Deməli, burada var yuxamız, burada var soyulmuş fındıq, qovrulmuş keşu, qara kişmişi, tüstəsi, qozu, badamı, fındığı, bunların hamısı dən-dən seçilib, yığılıb. Meyvə qurusudur, hərəsindən biraz müştərimiz istəyib. Deməli, şirin çörəyimizdir, təndir çörəkdir. Meyvələrdən müştərimiz sifariş eləyib, öz istəyinə uyğun. 2 kilo tərəvəzlərdən badımcan, bibar, xiyarı, pomidoru. Bu müştərimizin öz istəyinə görə yığılıb.